Və bu hədisi götürərək alimlər buyururlar ki, bir məmləkətdə əgər müsəlmanlar ac qalarsa, hətta onları yedizdirmək, içizdirmək vacibdir. Digər müsəlman qardaşlarına onları yedizdirmək, içizdirmək nədir? Vacibdir. Ki, digər müsəlman qardaşlarına az qalmasın. Bir məmləkətdə müsəlman qardaşlar az olarsa, digər müsəlman qardaşlar nə etməlidir? Onu axtarıb, tapıb, onu yedizdirmək, içizdirməlidir. Hətta bəzi alimlər dediyim kimi, bu hədisdən yola çıxaraq, necə ki, alimlər buyurur ki, zəkat vermək vacib olduğu kimi, həmçindəki digər müsəlmanların halına xəbərdar olmaq, onlara yardım etmək, onları az qalmağa qoymamaq nədir? Digər müsəlmanların boyunda bir haqdır. Hər bir qardaş, hər bir müsəlman nə etməlidir? Qardaşı barədə soruşmalıdır, öyrənməlidir, halını bilməlidir. Bir də görürsən ki, elə qardaşlar var ki, həqiqətən də həyalıdır. İstəmir halına xəbərdar olsun digər müsəlman qardaşlar. Utanır deməyə, utanır kiməsə müraciət etməyə. Görürsən ki, gizlədir bunu. Rəbbi ilə öz arasında saxlayır. Digər müsəlman qardaşlar nə etməlidir? Çalışmalıdırlar ki, bunu araşdırsınlar, axtarsınlar, öyrənsinlər ki, doğrudan da bizim qardaşımızın halı necədir? Qardaşımız hansı vəziyyətdədir? İlla kasıb qardaşlar, onları daim yoxlamaq, onlara ziyarət eləmək. Yəni, bizim dinimiz əhatəli bir dindir. Hər şey ehtiva edir. Necə ki, Allahın öz haqqını bizdən tələb etdiyi kimi, ki, Allah Teala bizdən tələb edir ki, ona şərik qoşmayaq. Lə tüşkə bizə şeyən, Allah Teala deyir ki, mənə şərik qoşmayın. Şirk qadıran olduğu kimi, bunun insanlara üzərində bir haqq olduğu kimi, həmçinindəki Allah Teala qulların da bir-birinin üzərində haqları var. Qohumların haqqı var, qohumların üzərində, qonşunun qonşu üzərində haqqı var. Hətta bəzən olur ki, Peyğəmbərimiz s.ə.v. hətta zimmi olsa belə, kafir olsa belə, yəni ondan gözəl davranmalısan. Peyğəmbərimiz s.ə.v. borçlu olub, kitab əhlindən gedib onu ziyarət edib, onu xəstə olanda onu ziyarət edib, hətta bir yahudi uşaq olub, cavan uşaq, gəlib onu ziyarət edib, xəstə olduğu halda və ona başlayıb deyilər ki, denən la iləhə illallah. Yəni, bu özü bir ibrətdir. Və həmin yahudun atası Allahın Rəsulunun s.ə.v-in əxlaqını görür, ədəbini görür, insanlığını görür, mənəvətini görür, nə edir? Və deyir ki, övladına deyir ki, onun dediğin yerinə edir. Hətta həmən zaman uşaq la iləhə illallah deyərək dünyasını dəyişir. Ona görə də hər bir müsəlman çalışmalıdır ki, öz əməli ilə, əxlaqı ilə insanlara ibarət olsun. Çünki müsəlmanlar diqqət mərkəzindədir. Yəni, dindar insanlar, iman gətirən insanlar diqqət mərkəzindədir. İnsanlar dindar insanlara baxırlar, onlardan öyrənirlər, onların əməllərinə baxırlar, onların əxlaqına baxırlar. Çünki bir əvvəl deməmişdən qabaq, dəvət, təbliğat aparılmamışdan qabaq insanın əxlaqının ədəbinə baxırlar. Bəzən olur ki, heç bir söz demədən belə, heç bir təbliğat aparmadan belə bir müsəlman qardaşın əxlaqına baxıb, ədəbinə baxıb ondan götürdüyü əqidəni, o dini ondan öyrənirlər. Deyirlər ki, qardaş, həmən insan necə insandırsa, gözəl, əxlaqlı insandır, mən onun ibadət elədiyi kimi ibadət eləmək istəyirəm. Onun əqidəsində olmaq istəyirəm. Onun hər bir müsəlmana vacibdir ki, həqiqətən də Allahın haqlarını özlərində bilsin və insanlara bunu öyrətsin. Qardaşlıq haqlarını bilsin və insanlara bunu təbliğ eləsin. Açıqlasın, öyrətsin insanlara. Bir gözəl bir hədisi Əbu Səid Əl-Xudri rivayət edir. Hədisi demək İmam Müslim buyurur rivayətində ki, "Mən ra'a minkum məkruhan fəliyğayyiru biyadihi. Fəin ləm yəstədi bilisanihi, fəin ləm yəstədi biqalbihi. Zəlikə əd'aful iman." Buyurur ki, Peyğəmbərimiz s.ə.v. Buyurur ki, əgər deyir, biriniz bir müsəlman qardaşında bir məkruh görərsən, bir pis əməl görərsən, çalışsın, onu dəyişsin. Fəliyğayyiruhu, onu çalışsın, dəyişsin. Və onu bacarmazsa, onda onu dili ilə inkar edəsin, onu dili ilə dəyişsin. Yox, bunu da bacarmazsa, onda bunu qəlbi ilə dəyişsin. Bu dir imanın ən zəif olanıdır. Alimlər buyurur ki, bu hədis çox əzəmətli bir hədisdir və hədisdə böyük bir qaydalar var. Ki, hansı bir müsəlmanın belə deyək də, münkərə qarşı olan
rəftarının bir qaydaları var, mərtəbələri var. Kim bir müsəlman münkəri gördüyü zaman nə etməlidir? Necə tutunmalıdır? Necə hansı qaydalara uyğun əməl etməyə çalışmalıdır? Buyurur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm birinci çalışmalıdır ki, əli ilə onu dəyişməyə çalışsın. Bu da baxmalıdır, bu məsələdə hikmətli olmalıdır. Ola bilər ki, insan bu məsələni gördüyü məkruhu, məsələn, günahları, haramı, şirki olsun, bidət olsun, bəzi böyük günahlar olsun, bunları birinci çalışmalıdır, əli ilə götürürsün. Alimlər buyurur ki, burada məsələlər mərtəbə gəlir. Birinci mərhələ nədir? Çalışmalıdır, əli ilə onu dəf etsin, götürsün. Əgər bunu bacarmazsa, ola bilər ki, bunu bacara bilməzsin. Eləmək istəsə fitnə baş verə bilər. Bu adlı bu işlər məsələn əmirlərə, rəhbərlərə ən çox lazımdır ki, eləsinlər. Yox, insan onu edə bilmirsə artıq, gücü çatmırsa, əli ilə edə bilmirsə, onda nə edəcək? Deyir ki, öz dili ilə dəyişdirməlidir. Dili ilə onu dəyişdirməlidir. Nə deməkdir bu? Bir insan əgər gedib görür, haramı görür, günahı görür, məkruhu görür, pisliyi, günahları görürsə nə etməlidir? Dili ilə onu inkar etməlidir. Dili ilə onu pisləməlidir. Dili ilə insanlara başa salınmalı ki, bu haramdır, günahdır, burada şirk var, bidət var, bunlar haramdır, bunlar insan bir-birinin haqlarına girirlər. Əgər bunu da bacarmazsa, onda nə etməlidir? Qəlbi ilə inkar etməlidir. Artıq qəlbi ilə inkar etməlidir. Bu imanın ən aşağısıdır, ən zəif olanıdır. İndi o kəsin halında ki, o insan qəlbi ilə inkar eləməsin. Məsələn, bu günləri biz belə şeylərlə çox rastlaşırıq da, görürük ki, belə hadisələr çox baş verir. İş yerində olsun, elə belə toy məclisləri olsun, bir də görürsən ki, ətraf insanlardır, cahillərdir, öz toy məclisinə çağırırlar. Qardaş və hər bir müsəlman məsələn kimsə, qonşudur, qohumdur, bacarmıram, yaxşı çıxmaz, gedim toyda iştirak edim. Qardaş Allah Teala, Allahın Rəsulü nə dedi sallallahu əleyhi və səlləm? Dedi, münkəri əli ilə dəyişməlisən axı. Bu imandır artıq. İmanın tələbləridir, sən bunu əli ilə dəyişməlisən. Yaxşı, əli ilə dəyişə bilmədin, heç olmasa nə etməlisən, dili ilə pisləməlisən. Amma görürsən ki, insan gedib həmən günahın içində, haram məclisində oturursa, o günahlar baş verən yerdə iştirak edirsə, ən azından bu nə deməkdir? Qəlbi ilə bunu inkar eləməlidir. Qəlbi ilə inkar edən insansa, orada olmamalıdır. Yəni, bu imanın ən aşağısıdır da, bunun aşağı yoxdur. Görürsən ki, qardaş, Allah kömək olmuş, həmən haramların, günahların içində gedib, özü ayağı nə girir, sonra günahdan danışır. Bilirəm ki, haramdır, günahdır, qardaş, haramdır, günahdır, sən içməz, qəlbi ilə inkar eləməlidir axı. Bu imanın ən aşağısıdır. Necə qəlbindən inkar eləməkdən danışmaq olar ki, sən hətta gedib orada iştirak edirsən, həmən günahların, haramların içində. Bu barədə Allahdan qorxmaq lazımdır və bunları hamısı bilmək lazımdır, insan bunu yerinə yetirə bilsin. İnsanlara təbliğat aparsın ki, həqiqətən də bu günahlardır, haramlardır, bu qadağaları insanlara çatdırmaq lazımdır. İnsan dinin evdə dini yaşamağa çalışmalıdır, öz ailəsində. Yəni, birinci əxlaqı, gözəl əməlləri, sədəqəni sən ailədə göstərməlisən, öz müsəlman olaraq öz ailəndə göstərməlisən. Gözəl bir ata olmalısan ki, hansı ki, bir ata kimi səndən o tərbiyəni götürsünlər, səndən o əxlaqı götürsünlər, səndən o dini öyrənsinlər. Daha sonrası əlbəttə qonşular, qohum, əqrəbə və sonrası digər çöl, bayır, qardaşlar. Allah təala da eşidib faydalar qullarını eləsin. Allah təala bizi səmimi, ixlasla ona ibadət edən, dediklərimizə yerinə yetirən, onu əməl edən, ixlaslı qullarından qərar versin. Subhanallah, həmdə və şəhədə ən, əstəğfirullah.